Azərbaycan Respublikası ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentliyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizlənmə əməliyyatlarını başa çatdırıb. 126 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib. Ümumilikdə 138.901 qəlpə, 74 partlamamış hərbi sursat, 26 piyada əleyhinə mina və 140 tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. İndiyədək aparılan mina təmizləmə əməliyyatları nəticəsində 3 milyon kvadrat metr ərazi tam təmizlənib. Mina təmizləmə əməliyyatları Cocuq Mərcanlıda 126 gün davam elədi. Aparılmış 126 iş günü ərzində 3 milyon kvadrat metr ərazi tam təhlükəsiz şəkildə təmizləndi. 151 ədəd ev, yəni köhnədən qalmış Cocuq Mərcanlı kənd sakinlərinə məxsus evlər təmizləndi. Orada bildiyiniz kimi artıq 50 evdən ibarət gözəl bir qəsəbə salınmışdı və növbəti qəsəbənin salınması planlaşdırılır ki, həmin yerdə ANAMA tərəfindən tam təhlükəsiz şəkildə təmizlənmişdi. Təmizlədiyimiz 3 milyon kvadrat metr ərazidən ümumilikdə 240 ədəd partlamamış hərbi sursat, tank əleyhinə mina və piyadə əleyhinə mina aşkar olundu və bütün bu sadaladığımız 240 ədəd hərbi sursatlar və minalar partlayış yolu ilə məhv olundu. Bugün artıq tam məsuliyyəti ilə demək olar ki, Cocuq Mərcanlı kəndinin yaşayış massivi və eyni zamanda əkin-biçin üçün nəzərdə tutulan ərazisi tam şəkildə təhlükəsizdir. Beləliklə, agentlik tərəfindən yanvarın 25-dən iyulun 3-nədək Cocuq Mərcanlıda aparılan təmizləmə əməliyyatları başa çatdırılıb. Nəticədə ilkin mərhələdə 50 yaşayış evi, daha sonra 100 yaşayış evinin tikilməsi nəzərdə tutulan ərazi, avtomobil yolu ərazisi və kənd təsərrüfatı üçün nəzərdə tutulan otlaq və əkin sahələri mina və partlamamış hərbi sursatlardan təmizlənib. Cabir Məmmədov, Şamxal Cəlloğlu, Səs TV, Cəbrayıl.